İmam Hüseyin'e aleyhisselam salam vermeyin sevabı. Ustad Ali, çalışın. Bugünden itibaren Allah size ne kadar ömür verecekse, mütlak her gün İmam Hüseyin'e aleyhisselam bir salam gönderin. Mütlak İmam Hüseyin'e bir salamınız olsun. Ben demirəm ki, mütlak Aşura ziyaretnamesini okuyun. Hayır, sadece bir salam verin, hem de ile öz dilinizde. Ya Eba Abdillah, Allah'ın salamı olsun sene. Ele öz ana dilinizde. İmam Sadık aleyhisselam buyurup, eğer kimse iki kelime dese, Esselamu aleyke ya Eba Abdillah, Esselamu aleyke ve rahmetullahi ve berekatuh. Onun emel defterine 20 həccin savabı yazılar. 20 həccin savabı onun emel defterine yazılar. Bəs niye məhz həcc? Niye emel defterine həcc yazılır? Niye demeyiblər ki 20 rükət namazın yaxud 20 gün orucun savabı? Niye həcc? Bu geniş bəhs tələb edir. Çünkü həcc İslamda en əhatəli ibadetlerden biridir. Bax onu insanın emel defterine yazırlar. Hələ sizə bundan da üstün, fövqəladə bir məsələni demək istəyirəm. Bunu Əhl-i Sünnədə Ayşədən nəql edib. Ayşə deyir, Peyğəmbər yatmaq istəyirdi. Mən otağı xəlvət etdim ki, kimsə içəri girməsin. Hüseyin hələ uşaq idi. Qaça-qaça gəlib özünü Peyğəmbərin sinəsinə atdı. Mən uşağı götürüb aparmaq istədim. Peyğəmbər buyurdu. Yox, qoy qalsın. Qoy qalsın, o mənim canımın rahatlığıdır. Qoy qalsın. Sonra gördüm ki, Peyğəmbər İmam Hüseyini öpür, ona qəribə bir şəkildə sevgi göstərir. Peyğəmbərin Əba Abdillah'a qarşı xüsusi sevgisi var idi. Ayşə deyir, mən soruşdum ki, ya Resulallah, siz bu uşağa qarşı çox sevgi bəsləyirsiniz, ona başqa cür yanaşırsınız. Peyğəmbər buyurdu, bəli, o mənim qəlbimin meyvəsidir, mənim canım Hüseyindir. Lakin ümmətimdən bəziləri, hansı ki özlərinə müsəlman adı qoyublar, mənim bu övladımı şəhid edəcəklər. Sonra Peyğəmbər buyurdu, əgər kimsə uzaqdan veya yaxından ona bir salam versə və onu ziyarət etsə, onun əməl dəftərinə mənim həclərimdən bir həccin savabı yazılar. Peyğəmbərin həcci qəbuldur ya yox? Mənim həclərimdən biri onun əməl dəftərinə yazılar. Ayşə təəccüblə deyir, ağa, sizin həclərinizdən biri? Peyğəmbər buyurdu, bəli, mənim həclərimdən ikisi. Sizin həclərinizdən ikisi? Bəli, mənim həclərimdən 4'ü. Bu minvalla düz 99'a qədər sayır. Mənim həclərimdən 99 həccin savabı onun əməl dəftərinə yazılar. Allah Şeyx Cəfər Şüştəriyə rəhmət eləsin. O, Xəsaisül Hüseyniyə kitabında çox maraqlı bir nöqtəyə toxunur. Deyir, baxın, bilirsiniz Peyğəmbərin həccinin bizim əməl dəftərimizdə qeyd edilməsinin mənası nədir? O yazır, bizim Qurandan və rəvayətlərdən qaynaqlanan inanclarımızdan biri də həbd məsələsidir. Həbd, yəni Allah eləməsin, bizdən baş verən bəzi bəd əməllər keçmişdəki yaxşı əməllərimizin puç olmasına, yanmasına və yox olmasına səbəb olur. Hərdən insan bir dünya əməl edir, amma evdə bircə acıqlanmaqla, bircə bədrəftarlıqla və kiminsə qəlbini qırmaqla o qədər yaxşı əməlləri yanıb məhv olur. O qədər yaxşı əməlləri silinir. Şeyx Cəfər Şüştəri yazır, baxın, bizim pis əməllərimiz öz yaxşı əməllərimizi yandırır. Amma Peyğəmbərin əməlini ki, yandıra bilməz. Peyğəmbərin həcci bizim əməl dəftərimizə qeyd olunarsa, bir daha yana bilməz, ipuç ola bilməz. O mütləq qalacaq. Ona görə də Seyyid-ü Şühədaya hər gün salam göndərin. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ve rahmetullahi ve berekatuh.